Salam AutoDev kanalının izləyiciləri, sizlər Rəşən Nağıyevdir. Bu videomuzda mən sizlərə C# dilində müqayisə və məntiq operatorları haqqında məlumat verəcəm. Müqayisə operatorları gördüyünüz kimi bildiyimiz bərabərdir, bərabər deyil, böyükdür, kiçikdir, böyük və ya bərabər, kiçik və ya bərabər bu operatorlardır. Məntiq operatorlar isə bunlardır: və ya, xor operatoru, qısaldılmış və ya və inkar operatorlardır. Bu müqayisə və məntiq operatorlarının icrasının nəticəsi bool tipli, yəni false, true və ya false qiyməti olur. Yəni doğru və ya yanlış. İndi bu məntiq operatorlarının üçün belə bir cədvəl hazırlamışam. Burada sizə izah verim. Misal üçün P və Q iki dəyişən var və bunların qiymətləri false və ya true aldıqda və ya xor və inkar operatorlarında bunların qiyməti necə dəyişir onu göstərirəm. P və Q ikisi də false olduqda və ya daha doğrusu və operatorunda qiymət false olur. Gördüyünüz kimi true false olduqda da false, false true olduqda da false, true true da true. Yəni və operatoru əgər false qiyməti alırsa, iki dəyişəndən biri false qiyməti alırsa və operatorunun qiyməti də false olacaq. İkisi də true olduqda isə artıq bu true olur. Və ya operatorunda isə və operatorunun əksinədir. Burada əgər bir true qiymət alırsa, iki dəyişəndən biri true olarsa, burada və ya da elə buradan gəlir. Və ya, yəni ikisindən biri doğru olarsa, bizim nəticəmiz də doğru, yəni true olacaq. Gördüyünüz kimi false ilə false isə artıq heç bir true ola bilməz bu. Ona görə də və ya false-da false qiyməti alır, yanlış. Xor operatoru, bu operatorda necə işləyir? İki eyni qiymət olduqda, false və yaxud da true olduqda bu zaman false alır. Yəni hər iki halda əgər iki qiymətdə eyni nəticə veribsə, false, P də Q də false və ya true olarsa, bu zaman qiymət false, yəni yanlış olur. Fərqli olduqda isə, yəni əks qiymətlər olduqda isə true false və ya false true olduqda qiymət true olur. İnkar bildiyimiz kimi elə inkar sözündəndir. P-nin inkarı false olduqda true, true olduqda da false olur. Bunlar bu qədər. Mən indi nümunələr üzərində də izah verim, göstərim sizlərə. Bunları silək. Bir integer dəyişəni deyək. A bərabər olsun 5 və B olsun 6. Və if, mən bundan qabaqki videoda if haqqında sizə məlumat vermişəm artıq. A böyükdür B olarsa, bu zaman bizə console write line-da yazdırsın ki A böyükdür B. Daha sonra if A kiçik B olarsa, bizə yenə console line-da yazdırsın ki A kiçikdir B. Yenə if yazaq. Bu səfər A böyük bərabər B olarsa, yenə console write line-da bizə yazdırsın. A böyük bərabər B. Daha sonra if-də yenə A kiçik bərabər B olarsa, kiçik və ya bərabər B olarsa, bu zaman console write line-da yazdırsın bizə A kiçik və ya bərabər B. If sonuncu iki dənəni yazırıq, bərabər B. Yəni if A B-yə bərabər olarsa, bu zaman console write line-da bizə yazdıracaq A bərabərdir B. Və axırıncı da A fərqlidir B olarsa, console write line-da bizə yazdıracaq A fərqlidir B. Sonda da console read key'imizi yazaq. Və proqramımızı işlədək. Push quraq. Gördüyünüz kimi burada şərt yoxlanılır. A böyükdür B. Yəni 5 B 6-dan böyükdürmü? Əlbəttə ki deyil. Yəni bu şərt doğru olmur, yanlış olur. Buna görə də bu ekranda görsənmir. Bizə
İkinci şərt yoxlanılır. A kiçikdir B. Bəli 5-6-dan kiçikdir. Şərt doğru olduğuna görə, yəni true olduğuna görə bizə bu yazdığımız ekrana çıxır. A kiçikdir B. Daha sonra bu şərt yoxlanılır. A böyük və ya bərabər B. 5 nə böyükdür, nə də bərabərdir. Bu şərt ödənmir. İkinci, kiçik və ya bərabər. Kiçik olduğuna görə şərt ödənir. Ekran gördüyünüz kimi yazdı. Kiçik və ya bərabər B. Son yoxlayır. A bərabərdir B. 5 6-ya bərabər olmadığına görə bu şərtin də nəticəsi false-dur. Yenə yazdırmadı ekrana. Sonda da A fərqlidir B. 5 6-dan fərqli olduğuna görə bizim şərtimiz doğru olur və A fərqlidir B yazısı göstərir. Müqayisə operatorlarını göstərdim. Nümunədə indi məntiqi operatorlarını göstərək. Məntiqi operatorları bul qiyməti alır. Digər cədvəldə göstərdiyim kimi A deyək olsun true və B olsun false deyək. Gördüyünüz kimi burada ilk 4 dənənin altından xətt çəkdi. True və false qiymətlərində bu kiçik, böyükdür, kiçikdir, böyük və ya bərabər, kiçik və ya bərabər bu operatorlardan istifadə etməyimiz düzgün deyil. Çünki bunlar ya bir-birinə bərabərdir, yəni ya ikisi də truedur, ya da fərqlidir, falsedur. Yəni bunların işlənməsi mənasızdır, bunları biz işlətməyəcəyik. Bunların əvəzinə bir yax göstərdiyim bu operatorlardan istifadə edirik. Məntiqi və ya sonra məntiqi və ya xor operatoru, sonra inkar, bu inkarda bu şəkildə istifadə edə bilərik. B deyək, bunu mötərizə alaq, qabağına inkar qoyaq. Və ya xor və inkar bunlardan istifadə edirik. Bu hissələri də hələlik şərh halına gətirək. Ya da qalsın. Proqramımızı işlədək. Gördüyünüz kimi birincidə A və B. A true'dur, B false'dur. Dediyim kimi true false'da bu qiymət false olur. Yəni qiyməti false olur. Buna görə A böyükdür, B yazısı çıxmır ekrana. İkincidə və yadır və ya true. Bir dənə true olduğuna görə artıq bu cavabımız ifimizin şərti true'dur. Buna görə A kiçikdir B gördüyünüz kimi ekranda yazdırdı. Daha sonra A xor operatoru B. Yəni true bir yax dediyim kimi true false əks qiymətlər olduqda ümumi ifadəmiz bu ifadəmiz true olur. Bu yüzdən də bu A kiçik, böyük və ya bərabər B ekranda yazdı. Daha sonra burada birincidə gördüyünüz kimi bunun qiyməti false'dur. A bu ifadənin qiyməti false'dur. False qabağında inkar true olduğuna görə bu ümumi ifin içərisi doğru olur. Doğru olduğuna görə də A kiçik bərabərdir B yazısı ekranda gördüyünüz kimi yazdı. Daha sonra A bərabərdir B yazısı fərqlidir. Çünki true false ödənmir. Yəni bu ümumi qiymət false olduğuna görə bu yazı ekrana çıxmır. Və A fərqlidir B true false'dan fərqli olduğuna görə sonda bu yazı A fərqlidir B yazısı bizdə konsol pəncərəmizdə görsəndi. Müqayisə operatorlarda bu qədər. İndi mən qısaldılmış və ya operatorlarının öz və ya operatorlarından fərqini göstərim. Bunları silək. True false dedik. Bir integer deyək, misal üçün A olsun, A'mız artıq var, C olsun 0 deyək və D'miz də olsun, tutaq ki 5. Bir if yazaq. A və B. İlk öncə elə B yazaq. Mən sizə bunun bu 2 dənə yazılmış, yəni qısaldılmış və ya ilə tək yazılmış öz A və-nin fərqini sizlərə göstərəcəm. Bu şəkildə yazdıqda D bölünsün C yazaq. Bərabər 0 qoyaq. Bu şəkildə yazaq. Console write line.
Bu yazılış qısaldılmış və yazılışında iki tərəf də yoxlanılır. B gördüyünüz kimi false-dur. Artıq bu hissə false olduqda bu hissə hesablanmır. Hesablanmadığına görə də proqramımızda səhv olmur. Və düzdür, bu yanlış olmadı yazısı bizim ekrana çıxmayacaq. Çünki ümumi ifadənin qiyməti false olacaq. Bildiyimiz kimi V-də bir dənə false varsa tərəflərdən biri qiymət false olacaq. Lazım deyil ya, construct keyimiz var. Proqramımızı işlədək. Gördüyünüz kimi heç bir səhv olmur və burada heç nə yazdırmadığımıza görə sadəcə bizə qara pəncərəmiz gözləyir. Burada misal üçün console line nəsə yazsaq, tutaq ki nöqtə vergülümüzü qoymadıq, ona görə səhv verdi. Nəsə yazsaq, gördüyünüz kimi 5 yazısı verdi. Yəni proqramımızda heç bir səhv olmur. Çünki burada bu hissədə sıfıra bölmə baş vermir. İndi mən bu şəkilə gətirim, izah verəcəm, başa düşəsiniz nə demək istədiyimi. Proqramı işlədək. Gördüyünüz kimi avtomat olaraq bizə buranı göstərir. Deyir ki, sıfıra bölmək 0, bildiyimiz kimi sıfırdır. Divide by 0, yəni sıfıra bölmə əməliyyatı baş verir. Bildiyimiz kimi də sıfıra bölmək yoxdur. Yəni səhv, belə bir əməl yoxdur, olmaz. Buna görə proqramımız burada səhv verir. Bu əməliyyat dayandıraq. Bu operator, yəni və operatoru false olsa da birinci tərəf bu tərəfi də hesablayır. Hesabladığına görə də sıfıra bölmə əməliyyatı baş verir və bu da avtomatik olaraq səhv olur proqramda. Bu bir şəkildə yazdıqda isə, yəni 2 dənə bu işarədən qoyduqda, yəni qısaldılmış V-dən istifadə etdikdə isə artıq birinci tərəf false olduğuna görə bu tərəfi hesablamır. Hesablamadığına görə də sıfıra bölmə əməliyyatı baş vermir və proqramımız bizə bu hissəyə çatmır. Bu hissə əməl olmadığına görə heç bir səhv yaranmır. Yəni bunların fərqi bundadır. Bu əlbəttə ki, hərəsinin öz işlənmə yeri vardır. Misal üçün biz burada A etsək bunu, push qurduqda gördüyünüz kimi yenə bura qayıtdı. Çünki artıq A qiymətimiz truedur. True olduğuna görə bu hissəni də hesablayır. Hesabladıqda da sıfıra bölmə baş verir və səhv verir proqram. Yəni bu iki və qısaldılmış V-nin arasındakı fərqi sizlərə göstərdim. Hərəsinin öz işlənmə yeri var. Elə lazım olur ki, bizdə hər iki tərəfdə hesablanmalıdır. Bu zaman tək olan, yəni V-dən istifadə edirik. Və elə də ola bilər ki, bizə qısaldılmış V-dən istifadə edə bilərik. Eləcə də və ya operatorunda operatorunda qısaldılmışı var. Eyni qayda ilə işləyir bu da. Məsələn, burada və ya da eyni qayda ilə, yəni burada görək nə olacaq? True, A-mız truedur və ya da onsuz da bir tərəf true olduqda avtomatik olaraq eləyir. Yəni burada proqramımız səhv vermir. Çünki artıq A-mız truedur, heç bu hissəni hesablamır. Hesablamadığına görə də proqramımız səhv vermir. Hətta gördüyünüz kimi yanlış olmadı yazısı da ekrana çıxır. True olduğuna görə artıq ümumi ifadənin qiyməti true götürür. Yəni bu qədər. Məntiqi operatorlardan da bu qədər. Bu videomuzu da mən burada sona çatdırıram. Gələcək videolarımızda görüşmək ümidi ilə sizlərlə sağollaşıram.